Sabah Orhus oyun öncəsi mətbuat konfransında hər birinizi xoş gördük. Bugünkü mətbuat konfransımızda baş məşqçimiz Valdas Dambrauskas və komandamızın yarımdafiəsi İvan Lepnis iştirak edir. Əvvəlcə baş məşqçimiz Valdas Dambrauskas sabahki oyunla bağlı fikirlərini bildirəcək. Sonra isə həm baş məşqçimizə, həm də futbolçumuza suallarınızı ünvanlaya bilərsiniz. First, coach, your opinions, thoughts about tomorrow's match. Good afternoon, everybody. First of all, I would like to welcome Arhus Football Club in Azerbaijan, in Baku, for the second leg of the third round of Champions League qualifiers. I believe that after the first game in Denmark, the result is such that both teams, I think, with excitement goes into this game. But we are home team. We are playing in our home stadium with our own fans, and I really believe that in Champions League, especially third round, one goal deficit is not something that you cannot overcome. And I really believe that the players tomorrow, the staff, and all the fans and the management, we go on the pitch and we make Azerbaijan and Sabah proud. We all healthy, we all ready for the game with big excitement. We know how special can be those midweek games, especially at home stadium and on the stage as a Champions League. Əvvəlcə hər kəsə günortanız xeyir demək istəyirəm və ilk öncə Arhus komandasına xoş gəldin demək istəyirəm. Sabahları biz 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq və mən inanıram ki, hər iki komanda üçün Danimarkada əldə edilən bir nəticə sabahki oyun üçün böyük bir həyəcan verəcək. Çünki bir qol fərqi o qədər də qapanılmayacaq bir fərq deyil və hər iki komanda da sabahki görüşə düşünürəm ki, böyük bir həyəcanla, ciddiyyətlə yanaşacaqlar. Amma biz ev komandasıyıq, öz doğma stadionumuzda çıxış edirik, doğma azarkeşlərimizin dəstəyini hiss edəcəyik və onların qarşısında çıxış edəcəyik və inanıram ki, bu bir qol fərqini aradan götürən, aradan qaldıran komanda biz olacaq. Onu da qeyd edim ki, oyuncular hər kəs sağlamdır, hər kəs sabahki görüşə hazırdır. Oyuncuların, staff, məşqçi heyəti, rəhbərlik, hər kəs, hamı bir yerdə sabahları əlindən gələn edəcək ki, biz mərhələni adlayan tərəf olaq, Azərbaycan və sabahki oyundan sonra fəxr edən tərəf olsun. Və mən bilirəm, həftə içi bu oyunlar, həftə arası keçirilən bu oyunlar çox ağır olur və biz bu qarşılaşmaya, bu oyuna hazırıq. Buyur Tahir, sual var. Tarihimizdə İlman TV, sabahki oyunda uğurlar arzulayır komandayan. Mənim sonundan ibarət sabah birinci oyunda rəqibi mükəmməl şəkildə, baş məqsəd mükəmməl şəkildə təmin edilmişdi. Yalnız bir boşluq gördük, o da James Bogerin uzaqdan 2 dəqiq zərbəsi qol oldu. Həmin onun Sultan da 18 yaşında oyuncuya qarşı tədbir edildi hesabı. Firstly, I would like to say congrats. I would like to say good luck on tomorrow's match. I would like to say that in Denmark you have had a lot exceptional plan. You have showed very good game. Just Bogeri, he had 2 shots from a long distance and he scored goals. Tomorrow you have a special plan against this player or not? Thank you for good wishes. First of all, I think, like that football is not you playing against one player. We play against 11 players of Arhus. And yes, the first game was the game that gave us a lot of confidence, as much as you can get from defeat, because as you know, we're a new club and you can count on both fingers how many times we played at this competition in European Cups, and the experience is something you cannot say that, okay, be confident, take experience. No, you need to experience that on the pitch in those big games. And maybe sometimes, we have doubts. I mean, the players, even the coaches, how good we can be. But I think this game shown that we go to Denmark champions, we go to opponents' ground full of really passionate and beautiful fans, and we showed the game that after the game we all went home and we thought,
Really, we should get more from this. Not from the performance, but from the result. And Aarhus is the team that scores a lot of times, like not creating a lot of chances. This is also shows the quality of the team. If you look at the maybe 5 or 6 games, they always have less XG, expected goals stats, but they score goals. So we really cannot be focused just on one player. Of course, we need to be aware of him, but they have a lot of quality players. But I really believe my team also has a lot of quality players, and we cannot think that it's gonna be easier or because we played better than them there, because they also gonna correct their mistakes, we gonna correct mistakes, and I think the small details will decide the winner, and is exactly who will be able, execute those corrections of mistakes tomorrow. And it's simple, details will win the game. I really believe that at our home stadium, with our own environment, we will have better focus and better concentration in those decisive moments. Əvvəlcə sizin yaxşı arzularınıza, sözlərinizə görə sizə təşəkkür etmək istəyirəm. Əlbəttə ki, rəqibimiz sadəcə bir oyuncudan ibarət bir komanda deyil. Rəqibin həqiqətən çox yaxşı 11 oyuncusu var, yaxşı bir komandadır. Düzdür, biz məğlubiyyətə rağmen biz çox da təcrübəmiz yoxdur. Sayılacaq qədər Avropada bu mərhələdə bizim oyunlarımız olub. Düzdür, bəzən ola bilər ki, bizim oyuncularımızın belə özlərində şübhələr ola bilərdi ki, biz həqiqətən bu qədər yaxşı çıxış edə bilərik. Doğrudan da biz çox yaxşı çıxış elədik, amma hansı ki, rəqib möhtəşəm bir atmosferi yaratmışdı. Çılğın azarkeşləri qarşısında Danimarkada biz çox yaxşı futbol göstərdik, sərgilədik, amma evə dönərkən, qayıdarkən əlbəttə ki, hər kəs göstərilən performansdan başqa nəticədən də narazı idi. Nəticə daha da yaxşı ola bilərdi bizim üçün. Rəqib, onu qeyd etməliyəm ki, elə bir rəqibdir ki, çox qol fürsətləri yaratmasa da, az qol fürsətləri olsa da bu qol fürsətlərindən çox yaxşı şəkildə yaralana bilirlər. Onların XG-sinə, qol gözləntilərinə biz baxsaq görərik ki, son 5-6 oyunda çox az qol gözləntiləri var, amma bu az qol gözləntilərindən həmişə yaralanan, fərqlənən bir komanda olublar. Biz əlbəttə bu oyuncuyu baxacağıq, bu oyuncuya nəzarət edəcəyik. Düşünürəm ki, sadəcə bu oyuncuyla yanaşı deyil, komanda şəklində keyfiyyətli komandadır, amma bizim də çox keyfiyyətli bir komandamız var. Düzdür, sabahki oyunda bizim etdiklərimiz, Danimarkada olan səhvlər var ki, hansı ki o səhvləri düzəltməliyik. Düzdür, rəqib də əlbəttə ki, oyunu təhlil edəndən sonra müəyyən özünün səhvlərini düzəlişlər edəcək. Kim ki bu xırda səhvləri, xırda detalları daha yaxşı şəkildə təhlil edəcək, daha yaxşı şəkildə bu səhvləri təhlil etdikdən sonra düzgün bir şəkildə meydançada icra eləyəcəksə, düşünürəm ki, o da qalib gələn tərəf olacaq. Xırda detallarda hər şey sabahları gizlənəcək, amma biz ev komandasıyıq, düşünürəm ki, daha yaxşı köklənsək, daha yaxşı konsentrasiyası olsaq, qalibiyyətlə ayrılan tərəf biz ola bilərik. Buyurun. Sabahki oyunda olduqlarını deyirəm. İnanırım ki, sabah çempionlar liqasının liqa mərkəzində yüksələcək. Sualım ondan ibarətdir ki, sabahın demək olar mı? Buzudan Braskas bildirdi ki, azarkeşlər qarşısında oynayacaqlar, üstünlüyü olacaq. Amma əsas üstünlüyü hava şəraitinin olduğunu demək olar mı? Nəzərə alsaq ki, Danimarka ilə Azərbaycanın ümumi çox ciddi bir fərq var. Firstly, I would like to wish good luck tomorrow's match. I believe that Sabah are able to compete in the group stage of Champions League. Mr. Dambrauskas has mentioned about fans' advantage that we will play at home in front of our fans, but I would like to say that about climate advantage. How do you think, Coach, our climate is a little bit different tomorrow? Our climate also can be advantage for us. Thank you for good wishes and for good words, but regarding the climate, I think is always spoken in different countries, like some countries cold, some countries hot, but I think it's a little bit overestimated. Everybody is professional.
they also, you know, is now the climate is such that in summer is also possible that to have very hot weather in Denmark, and I really is not gonna play that significant factor. Usually, you know, like when I coach and when I have to go into some kind of different climate conditions, the only thing what is really affects you is very big wind, but I don't think it's going to be such a wind that can affect some team, and the stadium is quite close. So if we speak about the heat, I really don't think that is a significant advantage. Sizin arzularınıza görə təşəkkür etmək istəyirəm. Amma bu iqlim barəsində çox danışılır, hava şəraiti barəsində çox danışılır. Bəzən sərin və yaxud da ki, bəzən isti iqlimin olması qeyd edirlər. Mən düşünürəm ki, bu bir balaca şişirdilmiş bir faktordur. Çünki rəqib, biz Danimarkada olarkən hava da fərqli cür ola bilərdi. Rəqib də peşəkar komandadır və bunun önəmli bir faktor olmadığını qeyd etmək istəyirəm. Mənə görə, mən məsəl üçün hər hansı bir səfər oyunlarında oynarkən hansı faktor daha çox oyuna təsir edə bilər, o çox güclü bir küləyin olmasıdır ki, hansı ki, bu külək hər iki komandaya da təsir edə bilər. Amma düşünürəm ki, bizdə sabah elə bir hava olmayacaq, hələ üstəlik bizim stadionumuz da bağlıdır və bunun önəmli bir nəysə bir üstünlük olacağını hesab etmirəm. Buyur Kenan. Question for I would like to ask Lipin's general opinions about the tomorrow's match, and also I would like to mention that in Aarhus in Denmark, we were closed back at the defense, but they had two shots outside of the box and they scored the goal. Psychologically, you are ready for 120 minutes and for the penalty shoots. So last part. Psychologically, you are ready for the playing 120 minutes and for the penalty shootouts. Okay. First of all, hello to everybody. I think we played a very good game in Aarhus, and okay, like you said, they had two shots from outside the box and scored two goals. I think this was their only chances they had the whole game, and we were like very well prepared, and I think this game we will be even more prepared. So we are very confident, and I hope we can play a very good game and hopefully win if we can in the 90 minutes. If not, of course we have to be prepared for everything that is waiting for us or can wait for us. İlk öncə mən hər kəsi salamlamaq istəyirəm. Qeyd etdiyiniz kimi biz həqiqətən də orada çox yaxşı çıxış elədik, yaxşı oyun oynadıq. Vurğuladığınız kimi rəqibin iki cərmə meydançasından kənarda qol fürsəti oldu ki, ondan da yararlandı, fərqləndi və deyə bilərəm ki, sadəcə bu şanslara sahib idilər, başqa onların şansları olmadı oyun müddəti ərzində. Biz səfərdə oyuna çox yaxşı hazırlaşmışdıq və düşünürəm ki, evimizdəki oyuna səfərdəkindən daha yaxşı hazırlaşmışıq və özümüzə çox inanırıq, çox güvənirik və inanıram ki, sabahları çox yaxşı bir oyun olacaq. Ola bilər 90 dəqiqədə, ola bilər ki, ondan sonraki müddət ərzində əlavə vaxtda da oyun keçsin, amma inanıram mərhələni adlayan tərəf, qalib gələn tərəf biz olacaq. Ümid edirəm buna. Buyurun. I would like to wish good luck on tomorrow's match. I hope with the help of the God you will qualify to the next round. And you started very well this match,
but we also that you have finishing problems, that your attacker players, they are wasting all their goal opportunities. What do you think about this, and you have prepared something different? No, I did not prepare nothing different. We prepared the same way like before every game, and let's see what will happen tomorrow. As I always say, the best thing that we creating chances, we have chances, and you know, football is the game that you cannot use all of them. So far, in every game we scored. There was never a game that we, you know, did not score a goal, and I really believe, you know, like that like you say, a little bit with the help of God, you know, like that those chances will go in with the help of our fans, with the help of our home environment, that those chances will go in tomorrow. Onu qeyd etmək istəyirəm ki, sabahları nəsə bir fərqli bir şey hazırlamamışıq, yəni özüm sahamızla bağlı. Biz hər oyun çalışırıq ki, əlbəttə qollarımızı vuraq və mənim üçün məni daha çox məmnun edən bir tərəf odur ki, biz qol fürsətləri yaradırıq və bu qol fürsətlərinə yararlanmağa çalışırıq. Məni qol fürsətlərinin yaradılmaması məyus edərdi. Əlbəttə ki, futbol elə bir oyundur ki, bəzən bu yaratdığımız qol fürsətləri, qolların bəzən tora daxil olmur. Amma inanıram ki, sabah qeyd etdiyiniz kimi Allahın köməyi ilə, azarkeşlərimizin köməyi ilə, stadionumuzun atmosferasının dəstəyi ilə bu qollar bu tora daxil olacaq və sabah biz mərhələni adlayan tərəf olacaq. Buyurun zaten. Burada mətbuat konferansında yəqin ki, Stadion Birliyində oynayacaq. Yəni onun üçün yarımdaq mərkəzində Çiyindaş olacaq futbolçunun hansı bir fərqi var mı? Yəni yarımdaq və özü kimi bir yerdə dayaqda oynayacaq futbolçu. Hansı futbolçunun oyunda daha rahat olur? Yəni bunu deyə bilsin. If you are here, it means that tomorrow you will be in the starting lineup. Can it be other way? Can it be if Ivan was not here, that means he's not in starting lineup? İvan burada olmasa o deməkdir ki, o ilk 11-likdə deyil. 100% always it same happens, he says. For Ivan playing in the midfield, in the central midfield, which teammate is like more comfortable, with whom do you prefer to play? Or for you it doesn't matter? Well, of course, it will be easy to conclude if the easiest is to play with player who you played most with, but like it's the coach decision first of all if I will play tomorrow or not. But yeah, second, for me it doesn't matter. You know, you have to be prepared and, you know, focus on yourself and on whole of the team. And then, of course, if you have some chemistry with some players, that is only a bonus. Əlbəttə ki, mənim üçün daha çox uzun müddətli əgər kimləsə çıxış edirəmsə, oyununa yana oynamaq daha yaxşı olardı. Amma hər bir qərar bizim baş məşqçimizin qərarıdır və mənim üçün fərqi yoxdur. Mən daha çox özümə köklənirəm, daha çox bütün komandamızın oyununa köklənirəm və aramızda əgər yaxşı bir kimya varsa oyuncuların arasında, bu bizim üçün əlavə bir bonusdur, bir üstünlükdür. Artıq mətbuat konferansını yekunlaşdırırıq. We can Komandamızın close our post-match conference, and if you want, you can